Salam kızlar, sabahınız xeyir. Kanalımıza xoş gəlmisiniz. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolundadır. Biz tərəfdə vallahi çox şükür yaxşılıqdır. Elə bil yazdır. Quşların gözəlliyinə baxın. Cəhcəhinə baxın. Necə də gözəl hava durumumuz var. Bugün yanvarın 13-üdür. 2026-cı ildir. Hələ mənim axılıma gəlməz ki, Qazaxıstanda belə görüntülərlə qarşılaşam. Nə gözəldir, görün. Yaz havası olduğu hiss olunur deyə quşlar necə də gözəl cəhcəh vurur. Biz tərəfdə ot deyən şey də yanmayıbdır. Keçən il bu vaxtları buz idi, qar boran idi. İndi yox. İndi başqa bir aləmdəyik elə bil ki. Allah axırımızı xeyir etsin. Hər birimizin. Nəsə də bil, iklim dəyişib. İklim dəyişibdir. Qışı yaz edib, yazı görək nə etmiş olacaq, yayı nə edəcək. Allah axırımızı xeyir etsin. Səhər saat 10-dur. Mağazinə gedirəm. Mənim oğlum məndən zapikanka istəyir. Sobada avaşno yeməyi, ətdi, kartoşkalı, nə bilim pomidor, biberdir. Elə şeylər almağa gedirəm. Gedim derim, alım, gəlim, məktəbdən gələnə tən yeməklərini hazırlayayım. Baxın, ota baxın, nə gözəldir, nə qəşəngdir. Çatdım. Bər tərəfdə Avaşnoydu, alt tərəfində dükandır. Amma mənim işim Avaşnoydadır. Tamam, elə. Getdim, aldım lazım olan şeyləri. Hamısını da qram-qram almışam. Nəysə, zarafat bir yana, həqiqətən xanımlar çox bahalanıbdır. Amma başqa avaşnoylara baxanda, bazarda meyvə tərəvəz satılan yerlərə baxanda bizim buradayı çox münasibdir qiymət olaraq. Amma nə qədər münasib də olsa, yenə də bahadır. Baxın, 5 dənə göbələyə verdim 800 tengi. 800 tengi də manatla nə qədər edir? 300 tengin 1 manat edir. 600 tengin 2 manat, 900'ün 3 manat, elə bil ki 2 manat 70 qəpik verərdim. Bax belə, 5 dənə göbələyə. Dası göbələk də göbələk daha ağırdır. Kartoşkanı 250 tengiyə aldım. 300 tengin 1 manatsa da 70 qəpiksə dolar da. 250 tengin 70 qəpik də yox, 50 qəpiksə dolar, nə bilim, vurub çıxarıq. Bir də belə bir vetka pomidor götürdüm. Pomidorun qiyməti, onu deyim, yeni ildə bazarlarda qanı qiymətinə olmuşdu. Amma bizim burada heç qiymət qaldırmadılar. Türklər də satan, yerli türklərdir. Çox insaflı davrandılar, həqiqətən də. Heç yeni ildir deyə tavarın üstünə çox pul qoymadılar. Elə həncər var, elə o cürdə satırdılar. Bir dənə də badimcan aldım. Badimcanı uşaqlar yemir, amma bunu özümdən ötəri aldım. Biber almadım. Biber biraz rəngi tox göyüydü. Həm də dedim, acı kimi olur bu zamanın biberi. Elə acı yox, tamı, şirin biberin yedikcə tamı belə boğaz yandırır. Bir təri olur adam. Kartoşkanı da az aldım. Dedi, birazdan gələcək təzə tavar. Amma bu təzə idi. Bu qəşəngdir. 2 dənə də çörək aldım. Səhər dedim, bunu da alım. Satan xala gəlmişdi. 6 litr süt aldım. İndi bunu pişirib mayalayacağım. Akşama mayalansın. Nəsibə də biraz səs küy edir xanımlar. Üzürlü sayın, evi silir. Təmizləyir.
təmiz süd satırlar. Həmişə də baxın belə süzgəcdən keçirmişəm. Nə qədər təmiz süd desələr də, yəni süzülən süddür desələr də, seramını mən süzgəcdən keçirirəm, amma yenə də təmizdir, görürsünüzmü? Bir tərəf çaydana qoyum. Südü də bura qoyum. Anəs, sən süd içə bilirsənmi belə şirin edib? Yox. İçəmirsənmi? Niyə? Pişsin burada. Mən də yemək hazırlayayım. Qurtardın mı? Hə. Həmişə olduğu kimi qabla yemək işinə mən baxaram, təmizlik işinə Nəsibə. Sağ olsun. İkinci etajı, bu aşağı qəşəng sildi, süpürdü, təmizlədi. Hər gün təmizdir, intası hər gün yuxarı təmizləmirəm, nə yalan deyim. Yuxarıda elə ancaq yatılır deyə çox elə batmır oralar. 2 gündən, 1 gündən bir belə. Məsələn, bugün təmizlədik, sabah heç bir də birisi günü silib təmizləyəcəyik yuxarını. İndi bugün də Nəsibə qollarını çərmədi, qəşəng təmizlədi. Mən də deyirəm, yemək hazırlayayım. Amma yeməyi hazırlayana tan aldığım pomidordan salat etdik, yüngülvarı atışdırdıq. Yaxşı ki, elə yeməyə də vurmamışım. Biri qalıb da, onu da bölərəm, hər tərəfinə qoyaram. Uşaqlar elə pomidor xoşlamır, mən xoşlayıram duxovkada bişəndə. Amma heç dadı yoxdur. Heç su da dadmır, daha bilmirəm nə dadır o pomidor. Su tamı da yoxdur. Bir dəfə mən belə kartuşka soyurdum. Video çəkirdim. Bir diqqətli izləyən izləyicim yazmışdı ki, kartuşkanı necə də qalın soyumsan. Kartuşkanı niyə elə qalın soyurdum, bilirsinizmi? Kartuşkanın içində qara yerləri var idi, ona görə elə qalın soyurdum. Sağlam kartuşka olanda yuxa soyuram. İçi sağlam olmayanda qalın götürürəm. Bir də ki, göyərən yerlər olur. Bilmirəm, hiss olunur. Baxın, burada göyərən yer var. Bu yaxşı deyildi da, elə göy olan kartuşkanı yemək birinci. İkinci də indi almışıq, gərək alanda baxıb alaq. O göy olan yeri biraz artıq götürürəm. Yoxsa acı tamı olur. Bu hissədə göylük var idi, ona görə belə götürürəm. Onu da soyum. Uşaqlar kartuşkanı xoşlayır. Belə olur da, içində belə çıxanda qalın götürürəm. Ne oldu? Ha, git deyip gelirsen değil mi? Böyle git deyip kardeşim akşam üzere. Çay kaynadı, çay çektin. Tez-tez bir stəkan çay çek. Yoksa içən deyiləm vallahi mən. Gəl tez-tez çək. Ondan sonra gedeyim. Hə, süzün mü? Bu çayniklə dəm süzməyə ilə qorxa-qorxa süzürəm. Krışqa düşər deyə. Amma içində dəm var. Töküldü. Ağzından tökülür. Gərək ki, tez bazarda siləsən. Bu videoda Nəsibə heç görsənməmişdi. Salam, hamınızı xoş gördük. İndi görünürəm. Əlində bayaq işi gücü var idi deyə məşğul idi. Bəli. Ona görə görsənmirdi. Çay süzmüşəm. Çay süzmüşəm tez-tez. Makyajını et. Çay içək, ondan sonra qaçsan.
Mən daha çox görərsiniz əyləşin. Niyə? Sən bunu hər dəfə də deyirsən. Dəyişim. Amma nə ortaya mən çıxacağam, ondan sonra siz indi görərsiniz. Çoxdan. Yəni demək istəyir ki, kanal açmalı. Açılan kanal var, video yükləmir hələ. Vaxt tapa bilmir ona. İşdə oluram, işdən ancaq gəlirəm. Bax belə hamınızın başınıza gəlsin, belə nəvə indi nənəm yanına edirəm. Aynen babası, çıqqırlıq balam dedənə. Amin, amin. Allah arzusunda olanlara nəvə qismət etsin. Mənim üstümdən də elə bil tank keçir. Səsim zorla çıxır nisbə. Üstünüzə sağlıq olsun nəsə də. Havalardır, havada anlamsız. Hava aldadır. Gəh isti olur, gəh soyuq olur. İndi inansızmı? Şeyə baxdım, pagodaya baxdım, hava durumuna belə deyim. Həftənin elə bir ki, 6-cı günü elə bir marozlar gəlir bizə. Daha o marozlardan nə edəcək, nə etməyəcək bilmirəm. Nəsə bunları da açmaq lazımdır da. Daha yavaş-yavaş açaq. Nə? Bu gün bunu da həll eləyək belə qalmasın da artıq özü sökülür yazığın oradan. Bu gülümü də götürüm, yuxarı yerləşdirim. Sərin yerə qoy. Ana mən istələməyə başladım ha. Dünən mən geymişdim qalın. İndi də sən geyindin. Gəl görüm, gəl tez oturuyorum. Gəldim. Buna baxın. Nəyə alıbsın? Yeməyin içinə vuracağım. Yeməyin içinə vuracağım. Buna baxın, yarpaqlar nə gözəldir. İkisini alarsan, üçünü alarsan. Yox, uşaqlar yemir də ona görə. Elə ancaq özümdən ötəri özümü fikirləşirəm də. Bu lazımdır sənə. Bir dənə də pomidor qal. Pomidor nə pis dadırdı, nə bayaq yedik, baxdıq. Belə elə bir su da alır, değil mi? Su yenə gözəl dadır. O da pomidorun dadına baxanda bilmirsən, dərmanlıdır, nədir? Hə, da sən istədin ki, sabah kanka pişirdin. Ətli bişirəcəm. Ay Nərgiz. Təzə duq almaq lazım. Bu duqlardan daha bezdir. Niyə? Bacı, artıq urtuğunu sən mənə ver. Gət onları ver mənə, özün arsını alarsan. Özün arsını alarsan. Baxın, bundan bezmişəm. Mən də bezmişim, orada qalıbıcı o. Sənkinə mərkin iyi gözəldir. Hə, al görüm oraya qoy. Bunu oraya qoy görüm. Bu nə ki? Sklatı görmüşsün. Sənin də sklatına gülünmən aynəsi. Sən. Mənim də. Oraya qoy. Nə olur ki? Hənə geyim mürəbbə gətirim. Elə mən gecikməyim ha bax. Mən geciksəm ondan sonra heç nə. Gecikmirsən, aynəsi. Mən mürəbbə istəmirəm. Sən istəyirsən sabah mürəbbə qabına qoymuşum. Onu gətir ya. Neysən bandı gətir. Bə nə istəyirsən? Konfetlə mi içirsən? Biraz qaynasın 10 dəqiqə, ondan sonra altını söndürəcəm. Qoçaq Nərgiz, belə hər işi bacaran Nərgiz. Bugün tənbəl oldu. Səhər ertə aldığım kartoşka badımcanı hələ indi asası oldum. Peçi qoşmuşam. Düzü yeməyimiz var idi xanımlar. Ona görə biraz tənbəllik etdim. O yemək yeyilsin, qutarsın. 2 vid yeməyimiz var idi. Hayfım gəlir valla. Üstündən bişirdikcə uşaqlar artıq yemək istəmir. Mən də onu atmaq məcburiyyətində qalıram. Atmıram. O ərzaqları almaqdan ötəri çalışanlar, pul qazananlar nə əziyyət çəkir. Onu gözümlə görürəm. Ona görə də deyirəm, niyə israf olsun ki? Elə insan da yoxdur valla. Böyrü başımızda tanıdığım, bildiyim ki, Allah heç kəsi o duruma salmasın birincisi. Belə yeməyə də ehtiyacı olanlar varsa da sevə-sevə. O yeməkdən də verərəm, bir qazan qəşəng özümdən yemək də bişirib verərəm. Amma elə insanlar yoxdur, valla hamı məndən də yaxşı dolanır, məndən də yaxşı pul qazanır. Burada göbələyi bacılar, əslində bunu mayonezlə edəsiydim, amma mayonez yoxdur, nə də getmədim. Artıq hava soyubdur, axşamdır. Mən də bunu qırmızı toz biber vurdum, duru yağ vurdum, duz vurdum, qarışdırdım belə bu cür. Burada kartoşka ilə badımcanı birlikdə duzlamışam, biraz da duru yağ vurmuşam. Həm yağlıdır, həm duzludur. Qarışdırdım. Bir dənə pomidor qalmışdı, bayaq dedim. Qalan pomidorları yedik, amma heç pomidordan adı pomidordur, özü pomidor deyil. Burada da ki əti marinovka etmişəm. Həm sarımsaq vurdum, həm soğan vurdum.
acı biberdir, qırmızı biberdir. Qara acı biber olmur yəni. Qırmızı acı biberdir, qara biberdir, biraz paprikadır, döyülmüş qırmızı biber, sarımsaqdır, soğandır, duru yağdır. Ondan nə vurmuşam? Duzdur. Ət otu da vura bilərdim, tasız istəmədim toyuğa ət otu vurmaq. Nəysə, bu artıq bir yarım saatdan çoxdur buradadır. İndi bunu qəşəng yenə qarışdıraq. Bunu qəşəng yenə qarışdıraq, sinin içinə düzək. Ataq sobamıza. Sobamız artıq ısınıbdır. Belə edəndə uşaqlar qalan yeməyi yeyirlər. Vallahi bəlkə indi məni qınayalar, bəlkə deyərlər ki, belə. Amma mən öz fikrimcə, mən elə bilirəm, düz edirəm. Hazır olan yeməyi yemək lazımdır, atmaq lazım deyil, vallahi çətindir. İndiki devirdə vəbşi heç nə atmaq lazım deyil. Belə bu cür soğanlı zadlı düzəcəm. Sarımsaq da vurmuşam qəşəng. Qəşəng də qoxusu gəlir. Həqiqətən də çox gözəl qoxusu var. Belə oradan buradan göbələk də vuracam, qızarsın. Belə. Bu ətlər qızaranda çörəcəm. Yenə indi o bir tərəfdə qızarsın. Onda da gözəl olur, da ləzzətli olur. Bu da belə. Belə göründü. Bu sosunu da vura bilərəm, yağlıdır. Hər yərəm, amma onu vuran deyiləm. Qoy bu vurulsun, biraz da duru yağ hər yiyəcəm. Ondan sonra sobaya atarım. Əlimi yuyum. Südüm də mayalanasıdır. Soyubdur, tam ılıq olubdur. Bugün elə tənbəl olmuşam ki, yuduyum qablar da burada qalıb, ha qızlar. Vallahi niyə tənbəlləşmişəm belə bilmirəm. Yəni olur arada insanın zaryatkası qutarır. Nəsibə hələ gəlməyibdir. Düzü mənə dedi ki, gedirsəm sən də. Nədənsə inanın ki, belə gitmək istəmədim. Özü də tez gələcəkdi. Amma mütləq elə bilir, amma o nəsə də belə mağazinə zay giribdi. Alış-veriş mərkəzlərinə giribdi. Ona görə belə gecikdi. Həm də nənədir, bilirsinizmi, nəvəsindən ötər darxır. Ona görə getdi. Mənim də ki, belə öz işlərimlə məşğul oldum deyə evdə qaldım. Allah, mən bunu nətərə qoyum. Ya Allah, bismillahirrahmanirrahim. Bunlar da yuyaq-yuyaqdır da. Ali, niye dövüşürsünüz? Yok anne işte temizlik. Ha temizlik maaşı değil. Ali, çok onu cırnadırsan sen. Canım. Ali dedim. Ay be. Canım. Baksana. Ali, sen ne varırsan balam? Hı? Hər dəfə süd alanda gərək mən bir stəkan belə içəm. Bir qaşıq yarım tökürəm şirnisini. Bunu çörəklə içirəm xanımlar, xoşuma gəlir. Həm çörək yeyirəm, həm də ki belə süd içirəm. Uşaqları deyirəm, içirsənizmi dedilər, yox. İnanın, süd bir yağlıdır, bir yağlıdır. Mən bunu içənətən tam soyuyacaq. Bayaq qızdırdım, amma biraz artıq qızdı. Soğumuşdu. İndi mayalayacağım. Yağına baxın, nə qəşəkdir.
Artıq mayalanasıdır. Maya da ki, baxın, bu qədər istifadə edirəm. Özüm keçən dəfə mayaladığım qatıqdan saxlamışdım. Bu qədər istifadə edirəm. Çay qaşığının yarısı boyda bu südə yetir. 6 litr süd idi. 1 stəkanını elə mən götürdüm indi içməyə. Qalanını da mayalayıram. Mayalayandan sonra balaca qablara yığıram. Onu da göstərmişəm mən. O qablara yığıb üstünü örtürəm. Onu da qəşəng alınır xanımlar. Gətirim mən süd tam soğumamış. Tam mayalanası vaxtındadır. Belə istidir. Biraz da qaynar yox. Biraz istidir. Mayalayayım. O balaca qablara yığanda biraz sərniyəcək. Mayası qəşəng olsun.